Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Bugünkü dərsimiz Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsidir. Lev Vygotsky kim idi? Lev Vygotsky 1896-cı ildə Rusiyada doğulmuş və Rusiyada Moskva Universitetini bitirmiş. Daha sonra orta məktəblərin birində ədəbiyyat müəllimi kimi işləmişdi. Lev Vygotskyinin ədəbiyyat müəllimi kimi işləməsi onun öyrətmə və öyrənmə prosesini daha da marağını artırmışdı. Onun bu marağı onun psixologiyaya gəlməsinə səbəb olur və o psixologiyaya gəldikdən sonra sosial inkişaf nəzəriyyəsini yazır. Lev Vygotskyinin fikrinə görə insanın zehni inkişafında onun sosial amili, yəni ünsiyyətin, nitqin rolunun vacib olduğunu vurğulayır. Vygotsky'yə qədər bizim baxışlarımız tamam fərqli idi. Öyrənmə haqqında fikirlərimiz tamam fərqli idi. Amma o, öz baxışları ilə öyrənmə prosesində bir nəfəs gətirdi. Onun nəzəriyyəsi sosial münasibətlərin zehni inkişafdakı fundamental rolundan bəhs edir. Biz Vygotsky'yə qədər uşaqların öyrənmələrinin daha çox onların şəxsi təcrübələrindən irəli gəldiyini öyrənmişdik, bilirdik. Bu hansı nəzəriyyəyə görə idi? Biz Piaget nəzəriyyəsini keçəndə demişdik ki, uşaqlar öyrənərkən onlar şəxsi təcrübələrindən öyrənməlidirlər və müstəqil şəkildə öyrənməlidirlər. Amma Vygotsky bu fikri inkar etməsə də, o şəxsi və sosial təcrübənin bir-birindən ayrılmaz olduğunu söyləmişdi və demişdi ki, həm zehni inkişafda, həm şəxsi, həm də sosial təcrübələrin rolu böyükdür. Onlar bir yerdə irəliləyir və bir-birlərinə əsaslanırlar. Vygotskyinin fikrincə, uşaqlar yalnız məktəbdə müəllimlə deyil, eyni zamanda valideynlər, sinif yoldaşları, bacı və qardaşları ilə bir yerdə oynadıqları, dostları ilə ünsiyyətdə olduqları vaxtda baş verir. Ünsiyyətdə baş verir. Uşağın şəxsi həyat tarixçəsi və böyüdüyü cəmiyyətin tarixi onun nəyə çox maraq göstərdiyini artıq təyin edir. Uşaqların dünyasını onların ailələri, yaşadıkları cəmiyyət, mədəniyyət formalaşdırır. Vygotskyinin fikrincə, uşaqların dünyanı anlamasında böyüklərin və digər uşaqların ideyaları çox yer tutur, əsas rol oynayır. Uşaqlar bir-biri ilə ünsiyyətdə olduqda, bir-birlərini dinlədikcə onlarda dil qabiliyyətləri formalaşır, inkişaf edir. Onlar yeni konsepsiyalar öyrənirlər. Vygotsky'yə görə cəmiyyət və dil uşağın inkişafında əsas rol oynayır. Bilirik ki, insan doğulandan o insanda hiss etmə, qavrama, yaddaş kimi fundamental funksiyalar əmələ gəlir. Bu fundamental funksiyaları da inkişaf etdirmək üçün sosial və mədəni mühitin rolu böyükdür. Bu mühit formdan istifadə edərək insanlarda yüksək mental funksiyalar formalaşdırılır. Amma müasir dövrdə müəllimlər, iki dənə nəzəriyyəmiz var ki, bu nəzəriyyələr həmişə qarşı-qarşıya qoyulur. Bu, Piaget'in zehni inkişaf mərhələləri nəzəriyyəsidir. Bir də Vygotsky'nin sosial inkişaf nəzəriyyəsidir. Bu iki nəzəriyyənin sahibləri bir-birlərinin əksinə fikirlər söyləmişdi. Piaget nə demişdi? Piaget demişdi ki, zehni inkişafın mərhələsi öyrənmədən öncə baş verir. Amma Vygotsky demişdi ki, öncə öyrənmə baş verir, daha sonra zehni inkişaf baş verir. Yəni, Piaget deyirdi ki, uşaqların öyrənməsi onun şəxsi təcrübəsindən irəli gəlir. Uşaqları müstəqil işləməyə sövq etsək, onlarda öyrənmə daha yaxşı baş verir. Piaget deyirdi ki, uşaqlara şərait yaratın, əyani vəsaitlərlə təmin edin ki, onlar özləri müstəqil öyrənsinlər. Onlara kömək etmək lazım deyil. Amma Vygotsky deyir ki, öyrənmə zehni inkişafdan öncə gəlir. Onların da özəyində sosial münasibətlər dayanır. Yəni, uşaq sosial münasibətlər zamanı, ünsiyyətdə olduğu zaman daha yaxşı inkişaf edir və formalaşmış olur. Vygotsky ilə Piaget'in də bir ortaq xüsusiyyətləri var ki, hansı fikri söyləmişdilər? Hər ikisi də uşağın oyun oynarkən onun zehni inkişafının baş verdiyini düşüncəsidir. Hər ikisi eyni fikri söyləmişdilər, amma onların bir-birinə zidd olan fikirləri də var. Zidd olan fikirlərindən bir neçəsini deyək ki, fərqli xüsusiyyətləri nə idi? Uşaqların zehni inkişafı mərhələlərdə baş verir, bu Piaget'in fikridir.
Uşağın əvvəlcə zehni inkişafı formalaşır, sonra öyrənmə baş verir. Uşağın zehni inkişafı ətraf aləmi kəşf etdiyi zaman baş verir. Bu Piaget'in fikridir. Amma Vygotsky'nin fikri nədir? O deyir ki, zehni inkişafın əsasında sosial münasibətlər durur. Yəni uşaqlar sosial münasibətdə olduqları zaman daha yaxşı öyrənmə baş verir. Öyrənmə inkişafdan əvvəl gəlir. Piaget deyirdi ki, öyrənmə inkişafdan sonra gəlir. Amma Vygotsky deyir ki, öyrənmə inkişafdan əvvəl gəlir. Uşağın zehni inkişafı müəllimlər, yoldaşları və daha bilikli başqası ilə ünsiyyətdə olanda daha yaxşı səmərəli öyrənmə baş verir. Vygotsky'nin sözlərinə görə uşaqlar müəllimlər və yoldaşları ilə əlaqələri nə qədər yaxşı olsa, nə qədər çox olsa, uşaqlar daha çox təcrübə qazanırlar və öyrənirlər. Vygotsky ilə Piaget'in bir-birinə zidd olan fikirləri var. Hər birinin özünə məxsus fikirləri var. Gəlin indi baxaq görə o fikirlər hansılardır. Ən çox testlərdə müəllimlər bu fikirlərin ziddiyyətləri düşür və Piaget ilə Vygotsky'ni fərqləndirən fikirlər soruşulur. İndi gəlin baxaq görə bu hansı fikirlərdir. Piaget'dən danışaq. Piaget sosial mədəni kontekstdə az əhəmiyyət verir. Yəni o deyir ki, uşaqların öyrənməsi tək olanda daha yaxşı baş verir. Özləri öyrənəndə, müstəqil şəkildə öyrənəndə daha yaxşı baş verir. O deyir ki, kognitiv konstruktizmdir. Və yaxud da deyir ki, inkişaf mərhələlərində baş verir öyrənmə, inkişaf mərhələləri zamanı baş verir. İnkişaf mərhələlərinə çox əhəmiyyət verir. Öyrənmə və inkişafdakı əsas proseslər nədir? Piaget'in fikrincə ekvilibriumdur, adaptasiyadır, assimilyasiyadır, akkommodasiyadır və dilin inkişafını, dilin zəruriliyini Piaget minimal görür. O deyir ki, uşağın təcrübə qazanmasında və ya bölüşməsində nitqin rolu minimaldır. Yəni orada egosentrik nitq var. Şagirdin, uşağın öyrənməsi üçün ətraf aləmlə ünsiyyətdə olması vacib deyil, nitqin olması vacib deyil. Əsas odur ki, öyrənmə baş versin. Bir də tədrisdəki tətbiqi nədir? Piaget deyirdi ki, uşaqlar dünyanı tədqiq etməli və biliyi kəşf etməlidirlər. Yəni ətraf aləmi kəşf etməlidirlər. Amma gəlin baxaq görə indi Lev Vygotsky'nin fikri nədir? Lev Vygotsky deyir ki, sosial mədəni kontekstdə çox əhəmiyyət verir. Ümumiyyətcə Vygotsky nəzəriyyəsinin də elə mahiyyəti odur ki, sosial münasibətlərə çox əhəmiyyət verir. Konstruktizmi sosial konstruktizmi kimi görür və yaxud da inkişaf mərhələləri deyəndə inkişaf mərhələləri Piaget'in nəzəriyyəsindədir. Amma Lev Vygotsky inkişaf mərhələləri haqqında heç söz açmır, yəni o haqqda heç nə demir. Yalnızca deyir ki, inkişaf öyrənmədən sonra baş verir və sosial münasibətlər zəminində baş verir. Öyrənmə və inkişafdakı əsas prosesləri nədə görür? Lev Vygotsky deyir ki, öyrənmə yaxın inkişaf zonasında, scaffoldingdə, dialoq zamanı və mədəni ünsürlər zamanı baş verir. Dilin rolunu Vygotsky maksimal görür. O deyir ki, uşağın təcrübə qazanmasında və bölüşməsində nitqin rolu maksimaldır. Amma Piaget deyirdi ki, nitqin rolu minimaldır. Sonra tədrisdəki tətbiqi nədir? Tədrisdə deyir ki, uşaqlar müəllimləri və onlardan daha təcrübəli biri ilə öyrənəndə daha yaxşı öyrənmə baş verir və şagirdlərə, uşaqlara yoldaşları ilə müəllimlərinə ünsiyyətdə olanda onlara elə şərait yaradılmalıdır ki, onlar tək olmasınlar, onlara istiqamət verən, daha təcrübəli, daha bilikli, onlardan daha üstün bilən bir şəxs onlara yol göstərməlidir, istiqamət verməlidir. Bu da Lev Vygotsky'nin fikirləridir. İndi gəlin baxaq görək müəllimlər. Bu yaxın inkişaf zonası nədir? Yaxın inkişaf zonası sosial inkişaf nəzəriyyəsinin əsas konsepsiyalarından biridir. Yaxın inkişaf zonası odur ki, uşağın mövcud olduğu mühitdən onun üçün əlçatmaz olan bir mühitə aparmaq arasındakı zonadır. Yəni bu zonada artıq şagird mövcud bildiyi biliyi yox, ondan
daha artıq bir biliyə yiyələndirməkdir. Mövcud biliyi haqqında biz şagirdə sual versək, bildiyi bir şeylər haqqında danışsaq, o şagirddə, o uşaqda inkişaf baş verməyəcək. Biz onu irəli aparmaq üçün daha geniş bir mövzuda öyrətməliyik, daha geniş bir mövzuda suallar verməliyik və həmin şagirdə yol göstərməliyik, istiqamət göstərməliyik ki, o daha da inkişaf etsin və irəli getsin. Yaxın inkişaf zonasına qısacası YİZ də deyirik. YİZ-də uşaq hələ qoyulan hədəfə müstəqil şəkildə çata bilmir. Uşağın bu məsələdə biliyi və bacarığı olan və bu istiqamətdə ona kömək edəcək, yol göstərəcək, dəstək ola biləcək daha təcrübəli birinə ehtiyacı var. Və bu məqamda daha təcrübəli başqasına ehtiyacı başqası kimlərdir? Bu təcrübəli bir məşqçi ola bilər, həmkar ola bilər, müəllim ola bilər, valideyn ola bilər, sinif yoldaşı ola bilər və s. Daha çox biliyə sahib insanlar ola bilər. İndi baxaq müəllimlər, görək birinci şəkildə, bu birinci zonadır. Görürsünüz, birinci zonada uşaq rahatdır. Heç bir risk yoxdur, heç bir təhlükə yoxdur. Çünki uşaq dayaz bir yerdədir. Gölməçənin dayaz yerindədir. Heç üzməyə də ehtiyac yoxdur. Heç bu uşaq üzməyi də bilmir. Rahatdır, çünki gölməçənin dayaz yerindədir. Amma bir müddətdən sonra bu uşaqda bir maraq oyanacaq irəli getmək üçün. O istəyəcək irəli getsin. Gölməçənin daha dərin yerlərinə irəliləsin. Amma görürsünüz ki, burada uşaq təkdir. Biz bunu təkcə yol versək ki, bu uşaq təkcə dərinliyə getsin, artıq boğulacaq və burada öyrənmə baş verməyəcək. Ən dəhşətli, yəni faciələrlə rastlaşa bilərik. Amma ikinci şəkildə görürsünüz artıq burada ikinci zonadır. Burada görürsünüz onun anası var onun yanında. Bu valideyn də ola bilər, müəllim də ola bilər, daha təcrübəli bir insan da ola bilər, üzməyi bacaran başqa bir şəxs də ola bilər. Artıq ikinci zonada anası onun əlindən tutur, onu biraz irəliyə aparır və orada uşaq başlayır üzməyi öyrənməyə. Burada artıq bu zona potensial inkişaf zonasıdır. Bir şəxsin öyrənməsi üçün vacib və əhəmiyyətli bir məqamdır. Çünki bu zonada uşaq öyrənməyə başlayır. Amma üçüncü şəkildə artıq görürsünüz, üçüncü şəkildə uşaq artıq üzə bilir. Özü sərbəst şəkildə üzür. Deməli, o artıq üzmək bacarığına yiyələnmişdir və o YİZ-də yiyələnmişdir. Bu bacarığı harda yiyələnmişdir? Yaxın inkişaf zonasında yiyələnmişdir. Və YİZ-də daha təcrübəli başqasının təlimatları ilə bu bacarığı rahatlıqla yerinə yetirə bilir. Deməli, yaxın inkişaf zonası nə oldu? Birinci zona ilə, hansı ki uşaq üzə bilmir, birinci zona ilə üçüncü zona arasındakı bir dövrdür, zonadır. Bu olur yaxın inkişaf zonası. Yaxın inkişaf zonasında da bizə yardım edən, kömək edən daha təcrübəli şəxs kimdir? Təbii ki, bu müəllim də ola bilər, valideyn də ola bilər, hər hansı bir daha bacarıqlı sinif yoldaşı da ola bilər, bacı qardaşı da ola bilər və s. İndi gəlin baxaq görək müəllimlər, scaffolding nədir? Dedik, scaffolding yaxın inkişaf zonasında gedən bir prosesdir. Scaffolding haqqında az çox məlumatımız var. Scaffolding nədir? Bir növ şagirdlərə, uşaqlara göstərilən müvəqqəti dəstəkdir. Yaxın inkişaf zonasında öyrənmə zamanı daha təcrübəli birinin təlimatını baş verən öyrənmə prosesini biz Vygotsky müvəqqəti körpü adlandırır, körpü kimi təsvir edir. Scaffolding nədir? Şagirdin öyrənməsində nərdivan, körpü rolunu oynayır. Scaffolding uşağı hələ ki müstəqil şəkildə görə bilmədiyi işdə ona yardım göstərməkdir. Dedik ki, scaffolding uşaq müstəqil halda o tapşırığı yerinə yetirmədiyi halda ona körpü rolunu oynayır. Artıq uşaq müstəqil şəkildə öyrənəndə, müstəqil şəkildə yerinə yetirdikdən sonra o körpü tədricən aradan qaldırılır və o artıq başlayır işi müstəqil şəkildə görməyə.
Buna bir misal olarak da bir misal çəkək ki, deyək ki, boyaçı evin hündür yerində hündür yerlərini boyamaq üçün nə edir? Nərdivandan istifadə edir və nərdivandan istifadə edərək həmin hündür yerləri boyuyur və işini tamamlamış olur. Şagirdlərin də inkişafında scaffolding bir nərdivan rolunu oynayır və artıq iş bitdikdən sonra, uşaqlar müstəqil işləyə bildikdən sonra, öyrəndikdən sonra o nərdivanı aradan qaldırmaq olar. Müasir dövrdə amma müəllimlər kurikulumda tələb olunan hədəflərə çatmaq üçün bəzən müəllimlər Vygotskyinin yaxın inkişaf zonasını unudurlar. Scaffolding prinsipini unudurlar. Şagirdləri onların əldə edilməsi hələ mümkün olmayan tələblərlə yükləyirlər. Tələsdiyimizdən hər şeyi asan yolla başa salmağa çalışırıq. Hətta bəzən uşaqlara baxa-baxa hər şeyi onların əvəzinə özümüz etməyə çalışırıq. Amma bu düzgün deyil. Unutmaq lazım deyil ki, öyrənməyin ən səmərəli yolu praktik tədqiqatdır. Vygotskyinin də perspektivindən yanaşdıqda şagirdin öyrənmə prosesində müəllimin rolu vasitəçilikdir. Sosial öyrənmə prosesində müəllimin rolu bilən gedən yolda körpü salmaqdır. Bir növ müəllimin rolu fasilitatorluq etməkdir. Müəllimlər bəzən əsasən də qrup işlərində uşaqları söhbət etməkdən yayındırırlar və yaxud da müəllim özü təqdimat edərkən bəzən uşaqlar sual verməyə çalışırlar. Müəllim əsəbləşir və deyir ki, onun sözünü kəsməsinlər, sakit dinləsinlər. Amma Vygotsky deyir ki, bu halda uşağın səsini kəsmək, onu susturmaq lazım deyil və uşağa şərait yaratmalıyıq ki, o müstəqil şəkildə sual verməyi bilsin, öz fikirlərini söyləməyi bacarsın, yeni materialı öyrənməkdə yoldaşlarına dəstək versinlər və bir növ uşağı öyrənməyə cəhd etməyinin qarşısını almaq lazım deyil. Bəs tədrisin tətbiqi zamanı biz scaffolding strategiyalarından istifadə etməliyik. Bu hansı strategiyalardır? Əvvəlcə müəllim dərsin əvvəlində məqsədləri, təlim nəticəsini əvvəlcədən müəyyən etməlidir. Əvvəlcədən şagirdlərə bildirməlidir. Şagirdlər nə öyrənəcəkləri ilə bağlı məlumatlı olmalıdırlar. Aydın təsəvvürə malik olmalıdırlar. Daha sonra müəllim şagirdlərin təlim nəticəsini, dərsin məqsədini anladığından əmin olmalıdır və onların dərsi tam şəkildə anlaması, onların dərsə şuurlu şəkildə adaptasiya olmasına daha yaxşı təsir edir. Daha sonra qiymətləndirmə meyarlı və qiymətləndirmə rubrikinin şagirdlərə bildirilməsi, onların anlamalarını təmin edilməsi. Bu zaman şagirdlər rubrikləri tanış olarkən nə edirlər? Artıq nə ilə qiymətləndirəcəklərini, işin necə olması ilə bağlı artıq məlumatlı olurlar və bu da şagirdlərin rahat şəkildə dərsə adaptasiya olmasına şərait yaradır. Sonra dərs zamanı müəllim şagirdlərə tapşırığı verərkən, tapşırığın necə yerinə yetirilməsi ilə barədə şagirdlərə addım-addım izah verməlidir. Şagirdlər bu izah vasitəsilə tapşırığı necə yerinə yetirəcəkləri ilə barədə artıq məlumatlı olmalıdırlar və problemlərin əvvəldən həll olunması bu prosesin düzgün qurulmasına yardımcı olur. Müəllim yeni dərsi keçərkən ondan öncə keçilən dərsdə qazanılan bilik və bacarıqların üzərində necə qurulduğunu aydın şəkildə təsvir edir. Sonra müəllim şagirdə dərsin, tapşırığın və yaxud da oxunun sadələşdirilmiş versiyasını verir. Tədricən onun çətinlik səviyyəsini, mürəkkəbliyini artırır və müəyyən bir dərsin məqsədlərinə çatmaq üçün müəllim dərsi bir neçə kiçik hissələrə bölür. Məsələn, çətin riyaziyyat problemi bir neçə hissəyə bölünür və ardıcıl şəkildə öyrədilir. Sonra şagirdlərin anlamasını təmin etmək üçün nə etməliyik? Müəllim müəyyən konsepsiyanı, problem və yaxud da prosesi bir neçə müxtəlif yolla təsvir edir. Bu təsvirə video slaydlar da daxildir, qrafiklər daxildir, simvollar daxildir. Yəni müəllim müxtəlif formalardan, müxtəlif üsullardan istifadə edərək şagirdlərə dərsi izah etməlidir.
Sonra şagirdlərə hər hansı bir tapşırıq nümunəsi verilir və müəllim tapşırıq nümunəsinin xüsusiyyətlərini izah edir və spesifik elementlərin nə üçün həmin işdə vacib olduğunu izah edir və şagirdləri müstəqil işləməyə sövq edir. Bu da şagirdlərin öz yoldaşları ilə birgə işləməsinə təsir göstərir. Sonra çətin mətni oxumazdan əvvəl müəllim şagirdlərə həmin mətndəki onlar üçün yeni olan sözləri seçir və həmin sözlərin izahını verir, mənasını deyir və şagirdlər tərəfindən həmin sözlərin anlaşılmasına yardım edir. Bundan sonra şagirdlər nə edirlər? Verilən tapşırığı asanlıqla anlayırlar. Bu da oldu müəllimlər scaffolding strategiyalarının tədrisdə tətbiqidir. Deməli, bizim dərsimiz oldu. Sosial inkişaf nəzəriyyəsi. Sosial inkişaf nəzəriyyəsinin mahiyyəti nə idi? Şagirdlərin, uşaqların öyrənməsi zamanı onlara kənardan dəstəyin verilməsidir. Yəni, uşaqlar sosial mühitdə, sosial münasibətlər zəminində ünsiyyət qurduqda daha yaxşı öyrənirlər və onlarda zehni inkişaf daha yaxşı baş verir. Dərsimiz bu qədər müəllimlər. Sağ olun, salamat qalın.